UFC hər bir idmançının demək olar ki, arzusudur. Burada döyüşməyə, özünü göstərməyə. Doğrudan da UFC bir başqa leveldir. Şükürlər olsun ki, bu yıl bizə qismət olub. Bu yarışa çox yaxşı hazırlaşmışam. İnşallah əlimdən gələn eləyəcəm ki, 21 ölkəmizi layiqincə orada təmsil edeyim. Azərbaycanlı MMA döyüşçüsü Tofiq Musayev iyunun 21'ində karyerasında yeni bir səhifə açacaq. O, ilk dəfə UFC-də oktagona çıxaraq həm özü, həm də Azərbaycan döyüş idmanı üçün tarixi hadisəyə imza atacaq. Bu, təkcə bir idmançının uğuru deyil, həm də yerli MMA azarkeşlərinin illərlə gözlədiyi bir anın reallaşmasıdır. Tofiq uzun illərdir peşəkar döyüş dünyasında tanınan simalardandır. O, xüsusilə Rizin təşkilatında əldə etdiyi qələbələrlə beynəlxalq arenada adından söz etdirib. 2021-ci ildə məşhur Patrik Pitbull'a qalib gəlməsi ilə diqqət çəkib və elə həmin döyüşdən sonra UFC-yə keçidi ilə bağlı söz-söhbətlər başlayıb. Bir müddət Bellator'da da çıxış edən Musayev bu dəfə dünyanın ən nüfuzlu döyüş təşkilatı olan UFC-də özünü sınayacaq. 35 yaşında UFC başlangıcını yapacaksın. Bugüne kadar UFC'de 35 yaşına girip şampiyon olan daha bir kişi olmadı. İlk kişi olmak için sence nasıl bir yol izlemen lazım? Bu yaş mənim üçün bir rəqəmdir. Kimlər ki rəqəmi fikirləşirsə, yaşı fikirləşirsə, məncə UFC-yə gəlməyə mənası yoxdur. İyulun 21'ində o UFC Fight Night gecəsində Qırğızstanlı döyüşçü Mıktıbek Oralbayla qarşılaşacaq. Rəqibi UFC-də təcrübəlidir, lakin Tofiqin döyüş stili və təzyiq altında soyuqqanlı qalması ona ciddi üstünlük qazandıra bilər. Döyüşün nəticəsi Musayevin UFC-dəki gələcək mövqeyinə birbaşa təsir edəcək. Düşünürəm ki, mənə layiqli rəqibdir. Mən heç vaxt zəif rəqiblə döyüşmək fikrim olmayıb. Mən karyerama nəzər yetirsəm, mən heç vaxt, məndən öncə müsahibələrində dedim ki, mən güclü rəqiblərlə mübarizə aparmaq istəyirəm. Yəni, təbii ki, bu bir idmandır, biri qalib gəlir, biri uçur. Əsas odur ki, yəni öz döyüşü göstərəsən, öz xarakteri göstərəsən. Mən rəqibi analiz eləmişəm, yenə də deyirəm, mən rəqibə baxmışam. Təbii ki, rəqib də bizi ciddiyə alır və ciddiyə də almalıdır. Məncə düşünürəm ki, biz bir-birimizə layiqli rəqibik. Tofiqlə bağlı gözləntilər kifayət qədər yüksəkdir. O, yalnız texniki baxımdan deyil, həm də xarakteri, sakitliyi və döyüşlərə yanaşması ilə seçilir. Sosial şəbəkələrdə UFC-dəki debütü ətrafında maraq getdikcə artır. Xüsusən də Azərbaycanlı izləyicilər bu döyüşə xüsusi önəm verirlər. UFC-də uğurlu çıxış etmək üçün təkcə texnika və güc kifayət etmir. Bu, həm də psixoloji dözümlülük, taktika və təcrübə tələb edir. Tofiqin bu keyfiyyətlərə sahib olduğunu indiyə qədərki döyüşləri də sübut edir. Bu döyüş təkcə bir başlanğıcdır, amma Tofiqin döyüş ruhu, səbirli yanaşması və təcrübəsi UFC-də adını daha da irəli daşıya bilər. Azarkeşlər möhtəşəm döyüş gecəsini maraqla gözləyir. Buna görə də bilet satışı yüksək səviyyədə gedir. UFC Fight Night-ı televiziya vasitəsilə izləyənlərə də şad xəbərimiz var. Saat 20:00-da başlayacaq turnir İdman TV vasitəsilə nümayiş olunacaq.